Biz müminin boynunda olan haqlarından danışırdıq ki, dedik ki, müminin boynunda 30 dənə haqqı var. Peyğəmbərin rəvayətinə əsasən. Bu 30 dənə haqqı ya hamısını yerinə yetirməlisən, ya da ki, o mümin başqa mümini bu haqlarından halal edir. Deyək ki, bəli, mən səni halal elədim. Neçə dənə haqqın dediyi ardı budur ki, o haqlardan biri ki, müminin başqasının boynunda vardır, odur ki, onun dəvətini qəbul eləsin. Misal üçün, əgər bir dənə mümin, başqa bir dənə mümin qardaşın iftara və yaxud bir dənə şama, günortaya dəvət eləyirsə evinə, çalışsın ki, üzrü olmayan yerdə onun dəvətini qəbul eləsin. Əgər ona hədiyyə verirsə, hədiyyəsini qəbul eləsin. Ki, Peyğəmbər özü hədiyyələri, yəni o hədiyyə ki, hədiyyə sistemində Peyğəmbərə təqdim olunur, Peyğəmbər qəbul eləyirdi onu. Ondan sonra o birisi haqlardan biri budur ki, onun nemətinə şükür eləyə. Yəni, misal üçün, əgər Allah Teala bir dənə müminə nemət verdi, bu birisi mümin qardaşın haqqında ki, onun bu arasında şükür eləsin. Ona kömək eləməkdə həmişə gərək çalışaq. Hər bir vaxt fikri-zikri bu olar ki, müminə nə eləsin, kömək eləsin. İndi maddi cəhətdən, mənəvi cəhətdən, problemi olanda, ailə problemi, ictimai problemi, iqtisadi problem, hər nə problem ki, irəli gəldi, mümin gərək ki, o birisi müminə kömək eləsin. O birisi haqlardan biri budur ki, onun namusunu hifz edib saxlasın. Əgər mümin ki, bir yerə gedir, mümin qardaşın ailəsinin uşağını ona tapşırır, çalışar ki, onun namusunu hifz edib saxlayar. Yəni, əgər etibar bilirsə ona ailə uşağın, gərək ki, o ailə uşağı nə edir? Qoruyub saxlayır, o ailə uşağının yəsi kimi. Onun hacətlərini yerinə yetirər, hər nə ehtiyacı varsa onu yerinə yetirər. O birisi haqlardan biri budur ki, onun bir şey əgər ondan istəsə, bir dənə bir mətləb ondan istəsə, çalışar ki, onun haqqında şəfaətçi olar. Misal üçün, mümin başqa müminə deyir ki, mənim bir dənə istəyim var başqasından. Amma mən özüm gedən bilirəm, sən vasitəçi ol, o işi düzət, həll edə. Gərək burada nə eləyə, bunu qəbul eləyə, vasitəçi olar. O birisi haqqı budur ki, asqıranda belə ona təhiyyət desin. Asqırmaq deyirsiniz də. Elə ki, eşitdi biri asqırır, deyir, yaxşıdır ki, bu zikir deyərsən. Yərhəməkəllahu aleyh, yərhəməkəllah. Yəni, o adam ki, asqırır, deyərsən, yərhəməkəllah. Yəni, Allah sənə rəhm eləsin. O da cavabında deyər, afakəllah, Allah səni bağışlasın. Yəni, mümin ki, asqırdı, asqıra vurdu, deyirsiniz, səbir gəldi, deyirsiniz sizə səbir gəldi. Onda nə deyə ona? Yərhəməkəllah, Allah sənə rəhm eləsin. O da qayıdıb ona deyir, afakəllah, Allah səni bağışlasın. Hamıya rəvayətdir, başqasına demək olar? Bəli, olar. Ki, tibbi cəhətdən də bu asqırmağın, yəni tibbi cəhətdən də yolları vardır ki, bəzi mikroblar ki, beyin sistemində, beyin hüceyrələrin tərkibində vardır, bu asqırmaq vasitəsi ilə bu nə olur? Xaric olur. Elhamdülillah. Təbib qardaşımız olurdu, məndən yaxşı bilərdim. Düz dedim. Asqırmaq insana o zehni kimi, vatanhalı kimi təşkil Düzdür. O birisi haqlarından biri budur ki, onun itirdiyi şeydə ona köməkçilik eləyir. Misal üçün, mümindir, tutaq ki, evin asarını düşürdüb, itirib əlini. Gör, nə qədər İslam o dəqiq incəliklərə fikir verir. Bu da ya yeri bilir, ya da ki, eləyə bilər onun yol göstərir. Amma nə eləmir? Onun yolunu biraz da uzaqdan salır. Gedib o açarı tapmasın. Müminçilik olmalı ki. O itirdiyi şeydə gərək ondan deyilsin. Və yaxud bizim telefon düşür cibindən, misal üçün, itiribdir. Sən gərək ona nə eləyəsən, yol göstərəsən. Salamına cavab verə. Mömin ki, dedi, salamun aleykum. O çalışa ondan biraz da yaxşı cavab verə. Aleykum əssalam və rəhmətullah. Yəni, və rəhmətullah kəlməsini də oranı eləyə artırır. Ondan sonra onun qoftəyi uğrani qoşuma, onun sözünü gözəlləşdirə. Yəni, o söz ki, deyir, mömin ki, danışır, deyəsən, nə gözəl nitqun var. Qəşəy danışdın.
Aslan sana, çox sağ ol. Danışıb qutarından sonra demək, sənin yerin deyil bura, tutur ki, buradan. Üzr deməyəcək. Müminin yalanlarını, müminin andlarını təsdiq eləyər. Misal üçün, mümindir, and içir ki, bu filan şey olmayıb. Əvvələn and içmək, Allah Təbarək və Teala'nın adına and içmək orucdur da, əmdən və bilərəkdən orucu batil eləyir. Bir adam Allahın adına yalanla and içsə, orucu nədir bunun? Batildir. İndi başqa bir dənə bazarda oturub misal üçün, şərikdir onu, deyir, neçə kilo buğda satdın? Deyir, 30 kilo. Deyir, and içər la, inanmır ona. Da ona 100 dəfə and içdirmə, bir dəfə and ki, içdi, kifayətdir, təsdiqlə onu. Nə də əgər həqiqi laf mömin olsa, heç anda da ehtiyac yoxdur orada. Onu sən gələ dediyinə inanarsan. Onun dostunu bu dost tutar. O adam ki, mömin ki, biri ilə dostdur, bu da gərək onunla dostluq eləyə. Onun düşməni ilə bu, düşmənçilik eləyə. Dostu ilə durub düşmənçilik eləməyə. Ona həməşə çalışa. İstər o zalim ola, istər məzlum. İndi mömin zalimdir, biz ona nə cür çalışaq? Gedək zülm eləyək. Xeyr. Mömin ki, əgər Allah eləməmiş zalim olsa, görsün ki, başqasının haqqını... Zalim ola bilər. Bəli, niyə ola bilmir? Mömin ki, zalimdir, istəyir başqasının... Zalim mənası bu deyil ki, əlinə qılınc götürə başqasının başını kəsə. Zalim odur ki, onun yeri buradır, mən səfərimi vurdum 1 metr o tərəfə. Onun haqqını mən qəsb elədim də. Buna da zalim deyirlər. Deyir, çalışarsan, həm zalimlikdə, həm məzlumda ona kömək eləyəsən. Zalimlikdə kömək eləmək mənası budur ki, çalış onu zalimliyindən döndər. O yolundan haqqa tərəf döndər. Məzlumluğunda da budur ki, çalışarsan, məzlumdursa əgər, haqqını almaq istəyirsə, sən kömək elə qoy o da haqqını alsın. Bildiniz? Hadisələr müqabilində onu tək qoymayaq. Hər o şey ki, özü üçün istəyir, mömin üçün də istəyir. Hədislərdə var, əhbib linnas ma tuhibbu li nəfsik. Hər şey ki, özü istəyirsən, özü rəva bilirsən, ona da gəlir rəva bilərsən. Hər şey ki, özü istəmirsən, gərək ona da nə eləməyəsən, istəməyəsən. Bunlar möminlər haqlarıdır ki, qısa şəkildə adların dedik. Bir ən mühüm haqlardan biri ki, müfəssəl bəzi yerdə bəhs olunubdur. Möminin başqası ilə əgər bir dənə möminlə bir dənə möminin arasındayırsa, onu islah eləmək və onların arasında sülh yaratmaq və onları bir-biri ilə barışdırmaq neçə dənə həccin savabı ilə bərabərdir. Ki, çalışırsan 2 dənə mömin arasında küdurət yaranmaya. Çünki əgər 2 dənə mömin arasında əvvəldə küsmək bahis olar ki, böyük küdurətə səbəb ola, böyük küdurətə də ki, səbəb oldu, istəsəməz bunların arasında düşmənçilik yaranır. Çalışalar eləməyələr də, möminlər bir-birindən gərək dost olurlar. İkinci ayə ki, 11-ci ayədir. Hucurat surəsində ibarətdir bundan ki, ya eyyuhəl-ləzînə âmenû lâ yəsxər qavmun min qavm. Ey o şəxslər ki, iman gətiribsiz. Bir dənə cəmiyyət, bir qovm, bir tayfa gedib o birisi qovmi ələ salmasın. Yəsxər, yəni məsxərə eləməsin, ələ salmasın onu, perikola tutmasın. Laf doğru dilə gələndə, perikol eləmə. Niyə? Əsə ən yəkunu xeyrən minhum. Ümid var ki, o ələ saldığın adam bəlkə səndən üstündür. Niyə onu ələ salırsan? Bəlkə elə o Allah yanında səndən ən əziz bəndədir. Niyə onu sən perikol eləyib ələ salmalısan? Və la nisa'un min nisa'in. Bir tayfanın qadınları da o birisi tayfanın qadınlarını ələ salmasınlar. Əsa ən yəkunnə xeyrən minhunnə. Niyə? Çünki mümkündür ələ saldığın qadın o birisi qadından, ələ salan qadından üstün ola. Ona görə ki, nə eləməyəsin gərək? Ələ salmayasın. Və la təlmizu ənfusəkum. Bir-birinizdən eyib axtarmayın. Bir-birinizə eyib tutmayın. Və la tənabəzu bil əlqab. Pis adlarla bir-birinizi çağırmayın. Nə deyirlər ona? Kliska deyirlər, nə deyirlər? Kliska deyirlər. Kliska qoyma. Məsələn, adın çəkir onun, deyir, əsl adını demir, onun kliskası ilə deyir. Olmaz. Deyəsəl ismul fusuq bə'dəl iman. Nə pisdir ki, insan iman gətirəndən sonra
fasıq ola, günahkar ola. Və mən ləm yətub və ulaikə humuz zalimun. Hər kəs tövbə eləməsə, bunlar zalim. Yəni, öz nəfslərinə zülm eləyib günahkarlardandır. Bu ayənin qısa tərcüməsi idi. La yəsxər qavmun min qavm. Yəni, bir cəmiyyət başqa cəmiyyəti ələ salmasın, onu perokola tutmasın, deyir, bu Sabit ibn Qeysin haqqında nazil olub bu ayə. Sabit ibn Qeys Peyğəmbərin xutbə oxuyanı idi, Peyğəmbərin xətibi idi. Qulaqdan ağır diyor, yaxşı eşitmirdi. Sabit ibn Qeys hər vaxt məscidə gələndə onu Peyğəmbərin yanında oturdurdular. Çünki qulaqdan yaxşı eşitmədiyinə görə qapının yanında oturtmurdu. Peyğəmbərin yanında otururdu ki, Peyğəmbərin sözlərini yaxşı qəbul eləyə bilsin, eşitsin. Bir gün məscidə gələndə gəldi, gördü, cəmaat namazı qutarıbdı. Cəmaat namazı qutarıb, onun yerini başqası oturub yerində. Məsciddə o səhvləri yara-yara gəldi ki, yer verin mənə, ta gedəm o həmən yerdə oturam. Bir dənə kişi oturtdu onun öz yanında, dedi ki, əyləş yanımda. Oturtdu yanında, Sabit ibn Qeys ondan soruşdu, sən kimsən? O dedi, mən filan arvadın oğluyam. Sabit ibn Qeys dedi, hə, o bizə deyirlər, məsələn, o topal filan kəsi deyirsən, o anasının adın pis ləqəbinə səslədi. Ya misal üçün deyirlər, o şir filan kəsi deyirdin. Cahiliyyətdə o arvadın adına pis ad qoyulmuşdu. Cahiliyyət vaxtı, ərəbin o cahiliyyət vaxtında onu pis səslə səsləyirdi. Bu adam Sabit ibn Qeys onun həmən o kritikasını burada dedi. Bunu deyəndən sonra bu ayə nazil oldu. Heç vaxt biriniz başqasını neyləmin, məsxərə eləyib onu ələ salmam. Bu ayə onun haqqında nazil oldu. İkinci məsələ ki, deyir, başqa bir qadınlar, bir dəstə qadınlar, başqa dəstə qadınları ələ salmasınlar. Bu da deyir, Ümmü Sələmənin barəsindədir. Ümmü Sələmənin məxsus bir dənə paltarı vardı. O Peyğəmbərin zövcələri o paltarı görəndə deyirdilər, hə, əşi, bu Ümmü Sələmənin deyir, məsələn, enli paltar ki, onu istədilər ələ salarlar. Bəzi təfsirçilərində dediyinə görə Ümmü Sələmənin boyu balaca boydu. O Ümmü Sələmədən ad gətirəndə deyirdilər, o balaca boy. Məsələn, onun o eybini istəyirdilər, nə eləyərlər? Həmən ona bir dənə eyb tutarlar. Şimdi balaca boy Ümmü Sələməni deyirsən, o bizdə deyirlər, o lülüput falan kəsi deyirsən. Günahdır da bu. Bu da bunun barəsində nazil oldu. İnşallah o birisi dərəsələrdə artıq deyərəm bunu. Pəs 11-ci 12-ci ayə Hücurat surəsində ibarətdir bundan ki, əxlaqi bir dənə nöqtələrdir. Burada məsxərədən, yəni ələ salmaqdan söhbət gedir, bədgümanlıqdan söhbət gedir, qeybətdən söhbət gedir və insanı pis ləqəblərlə, pis adlarla çağırmaq. 4 dənə mühüm bəhsdir ki, bu 11-lə 12-ci ayədə vardır. İnşallah bu şənin uzulu idi. Yəni bunlar nəyə görə nazil olmuşdur dedim. İnşallah təfsirini gələn cələsədə deyərəm. Allah təbarək və Teala inşallah bizləri bu Hücurat surəsinin əxlaqi nöqtələrinə əməl edənlərdən qərar versin. Amin. Allah Teala inşallah bizləri ani vahid öz nəfsimizin umuruna qoymasın.